Bilirsiniz, oyunlara ödədiyiniz pula görə sizə kredit verilməsindən imtina oluna bilər. Sözgedən səbəbə görə bankın kredit verməkdən imtina etməsi nəzəri cəhətdən mümkündür. Kredit münasibətləri mülki hüquq münasibətlərinə aid olduğundan bu sahədə əsas prinsip müqavilə azadlığıdır. Mülki məcəllə bu prinsipi təsbit edir və tərəflərin müqavilə bağlayıb bağlamamaqda sərbəst olduğunu müəyyən edir. Yəni, bank kredit müqaviləsini bağlamaqda məcburi deyil. Eyni zamanda, bankların fəaliyyəti banklar haqqında qanunla tənzimlənir. Həmin qanuna əsasən banklar kredit risklərini müstəqil qiymətləndirmək və öz kredit siyasətini müəyyən etmək hüququna malikdirlər. Bank, müştərilərin ödəmə qabiliyyətini, maliyyə davranışını və ümumi risk səviyyəsini nəzərə alaraq qərar verir. Bu çərçivədə xərcləmə vərdişləri, o cümlədən oyun və əyləncə məqsədi ilə ödənişlər də risk faktoru kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tətbiq edilən məsuliyyətli kreditləşmə prinsipləri banklardan daha ehtiyatlı yanaşma tələb edir. Bankın belə hallarda kredit verməməsi həm də gələcəkdə mümkün borc problemlərinin qarşısını almağa yönəlir. Bu səbəbdən təqdim olunan əsasla kreditdən imtina hüquqi baxımdan əsaslandırılmış sayılır. Vətəndaş belə hallardan narazı qaldıqda məhkəməyə müraciət edə bilər.